İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. Elfiye kitabının 35. bendindeyiz. Mevzu i'rabu cem'il muzekkeri salimi ve ma ulhiqa bihi. Cem müzekker salimin ve mulhaqların i'rabı. Deməli, ulhiqa dedik ki, lüğəti mənasını, yəni nəyisə əlavə etmək. Misal üçün yazıdan sonra nəyisə əlavə edirsən, əl-haqdır, misal üçün belə mənası var. Ləhqə yəlhəqu. Və burada da nəyi əlavə edirsən? Yəni i'rab cəhətdən müzəkkər səlimə oxşayanlar və onu da yəni ona deyilir ki, mulhaqı bihi. Yəni o cəm müzəkkər səlimə əlavə edilib. Ki onlar da rafda vavlandır, nasbda, cərdə yənlə irab olunur, yəni əlaməti yə olur. O cəhətdən onlara yəni irabda oxşarlıq cəhətdən onlara mulhaq deyilir. Amma öz özlüyündə cəm müzəkkər səlim deyil. Və İbn Məlik rahmetullah gətirir ki, varfa bi vavin və bi ya'i ucrur və bi ya'i curur vansib salimə cəmi amirin və muznibi. Amir və muznib cəminin, yəni salamat cəminin, yəni bunlar kimi cəm müzəkkər səlimdir. Bunların cəmini rafda vav ilə, cərdə və nasbda isə yə ilə göstər. Yəni yə ilə cər et, nasb et. Zəkərə musannif rahmetullah qismeyn yuğraban bil huruf. Ahaduhuma el-əsma'u sitte və thani el-muthənna. Yəni keçən dəfə və qad təqaddəməl kəlam aleyhim. Musannif rahmetullah hərflərlə irab olanları zikr elədi. İki qismi. Hansı ki onlar nə idi? Əsma-i sittə və müthənna. Və onun barəsində yəni biz danışdıq. Thumma zəkərə fi hədəl beyti el-qismə əth-thəlis. Bu beytdə üçüncü qismi zikr eləyir. Və huvə cəm müzəkkər əs-səlimu və mə humilə aleyhi. Cəm müzəkkər səlimdir və ona bənzərlər. Yəni ona həml edilənlər. Və i'rabuhu bil vavi raf'an və bil ya'i nasban vəl cərrən. Onun i'rabı rafda vav ilə, nasb və cərdə isə yə ilədir. Və əşərə bi qovlihi amirin və muzribin ilə mə yücməu həzəl cəm. Həzəl cəm. Və huvə qismən cəmidin və sifət. Yəni amir və muzrib sözü ilə bu cəmə işarə elədi. Yəni cəm müzəkkər işarə edir ki, hansı ki bu cəm kimi cəm olanlar. Bu cəm kimi cəm olanlar. Onlar da ya cəmiddir, yəni cəmidlər onun yəni biz ona xüsusi cəmidin içində nələr var? Aləmlər. Cəmidin içində aləmlər, yəni biz ona xüsusi isim deyirik. Bir də ki, sifət olsun. Yəni aləmlər və sifətlər, yəni muzrib ilə sifət göstərir. Muzrib nədir? Muştaqdır da. Əznəbə yuznibu muznibun. Günah edir. Günah edir və elə bir söz seçib ki, bu yəni insana aid olur. Yəni demək istəyir ki, muznib yəni aqil olmalıdır, yəni qeyri-aqil olmamalıdır. Yəni sən demirsən də ağac günah edir, heyvan günah edir. Yəni muznib aqillərə istifadə olunsun üçün bu kəlməni şeyx seçib. Və yuştaratu fil cəmid, cəmiddə şərtlər var. Deməli, nə olsun? Ən yəkuni aləmə, bu bir, aləm olsun. Sonra müzəkkər olsun. Müzəkkər olsun. Aqil olsun. Aqil olsun. Xaliyən bitəi təənis, təmarbutası olmasın.
Yəni misal üçün Talhatu, Muaviyyətu. Düzdür, ixtilaf var. Sonra və min tərkib. Yəni mürəkkəb ad olmasın. Bə'ləbək kimi bu cür olmasın. Hadramavt kimi. Birdən tutaq ki, biri bə'ləbək qoyub, yəni, tutaq ki, biri uşağın adını bə'ləbək qoyub, bu indi cəmdə necə deməlidir? Bunu alimlər gətirirlər ki, deyirsən ki, tutaq ki, bə'ləbəklər gəldi. Cəə zəbu bə'ləbək. Yəni bə'ləbək sahibləri, yəni bu adamaliklər gəldi. Yaxşı, deməli tərkib nədir? Mürəkkəb olmasın. Fə in ləm yəkun aləmən. Birdən deyir aləmdir tutaq ki. Aləmdir. Ləm yox, fə in ləm yəkun aləm olmasa əgər, ləm yücmə, yəni xüsusi isim olmasa, ləm yücmə bil vav və nun. Onda vav nunla cəm olunmur. Fələ yuqal fi raculun, raculin deyək də, indiyə görə. Racul sözü, baxırsan ki, nədir? Əqildir, müzəkkərdir, tənis yoxdur, amma aləm deyil. Aləm deyil deyənə, nədir ki, sifət deyil deyənə, vəsf. İsm-i cinsdir də. O, raculunə kimi, görə nə deyir? Fi raculun, fələ yuqal fi raculun raculunə. Burada nöqtə qoyaq. Deməli, raculun sözündə raculunə kimi cəm eləyə bilmərik. Naam, bəli. İzə suğirə cəzə. Əgər sən onu ismi tasxir kimi eləsən, nəhvə, ruceyl. Onda deyə bilərsən, ruceylunə. Niyə? O ikinci illəyə keçdi. İki illəsi var idi. Ya cəmid olmalıdır, yəni cəmid deyirəm, yəni aləm. Cəmidin içində aləm olmalıdır, ya da ki, vasf olmalıdır. Bu artıq vasfa keçdi. Çünki, qardaşlar, bunu bilək ki, bu ismi tasxirlər, bu quvvət-u vəsf deyirlər buna. Yəni vəsf cəhətdən güclüdür. Yəni vəsfdir. Ona görə artıq bu vəsf rolunda olduğu üçün bunu ruceylunə deyə bilərik. Və in kənə aləmə lə qeyri müzəkkər ləm yücmə bihimə. Sonra yenə deyir ki, birdən aləmdir, amma bayaq nə idi? Aləm deyil. İndi isə aləmdir, amma kişi adını istifadə olunmur da. Onda da ləm yücmə bihimə, bihimə yəni vavnun. Yəni vavnunla cəm olmayacaq. Fələ yuqal fi Zeynəb, Zeynəbunə. Aydındır? Qeydiyyatlar baxardı. İndi bihimə orada damir hara qayıdır? Bu tez qeydiyyatlarımızı eləyir. Və kəzə in kənə aləmən li müzəkkər qeyri aqil. Tutaq ki, aləmdir, xüsusi isimdir. Amma qeyri aqil üçündür. Fələ yuqal fi ləhik ismə fərəz. Deyir, o at adı olan ləhik haqqında onda deyilməyəcək ki, ləhiqunə. Çünki bu atın adıdır. Da atlara ad qoymurlar, durat, qırat, nəsə də belə. Və in kənə fihi tə'u tənis, yaxşı, birdən aləmdir yenə, amma tə'u tənis var. Və kəzəlik, yəni o da lə yücməu bihimə, yəni vavnunla cəm olmayacaq. Fələ yuqal fi talhə, yəni talhə barəsində, yəni bu ad barəsində talhunə nədir, deyə bilməyəcək. Və əcəzə zəlikə kufiyyun. Kufəllər isə deyir ki, problem yoxdur, çünki tamarbuta düşübsə, artıq icazəlidir. Və kəzəlikə izə kənə mürəkkəbən fələ yuqal fi sibaveyh. Yəni sibaveyh, yəni veyh ilə qutarır, bir də sib sözüdür, deyənə mürəkkəbdir və onu biz sibaveyhunə deyə bilmirik. Və cəzəhu bəudhum, yəni bu ixtilafdır demək istəyir, bəziləri caiz görür. Və yüştərətü fi sifət. Sifətdə nədir? Şərtlər nədir? Sifətdəki şərtlər. Ən təkunə sifətən nə olsun? Li müzəkkər aqil. Aqil olsun. Yəni müzəkkər aqil olsun, sifət olsun. Kişi cinsinin də olsun, bir də aqil olsun.
Sonra xaliyyətən min tə'i tənis. İkinci bunu gətirir. İkinci xaliyyətən min tə'i tənis. Yəni təmarbut əsas olsun. Leysət min bəb əfəl fə'ləu. Yəni əhmər həmrau olmasın. Yəni əfəldir, amma cəmi fə'ləudur. Birdən əfdal olsa problem deyil. Əfdalunə deyə bilərsən. Amma əhmər, əhmərunə deyə bilmirsən. Niyə? Çünki əfdalu, əhsəni onun cəmi nədir? Cəmi deyəndə şeydir, qadıncısı. Husnə. Hə? Bu amma fə'ləudur. Ona görə əhmər, əhməruna deyilmir. Çünki qadıncısı fə'lə olanda deyilmir. Və lə min bəb fə'lən fə'lə. Yəni səkran, səkra. Yəni bu cürdə olmasın. Sonra və lə mimmə, yəni bu artıq dördüncüdür. Fə'lə dördüncü şərt. Və lə mimmə yəstəvi fihi əl-müzəkkər vəl-müənnəs. Bir də o sifət. Yəni həm müzəkkər, həm müənnəsə eyni vaxtda aid olmasın. Yəni elə bir sifətdir ki, həm nədir? Müzəkkərə deyilir, həm müənnəsə deyilir. Sabur kimi misalını gətirəcək. Fəxarəcə bi qavlinə sifətun lil-müzəkkər, bu sözü deməklə çıxır, nə çıxır? Mə kənə sifətən li-müənnəs. Müənnəsə aid olan, sırf qadın cinsinə aid olan sifətlər çıxır. Misal üçün, fələ yuqəl fi haid. Haid nədir? Heyz olan. Haidunə deməyənsən. Baxmayaraq sifətdir, təmərbutası yoxdur, aqil üçündür, amma sırf qadına xas olan bir sifətdir. Və xarəcə bi qavlinə aqil, aqil dedikdə çıxır, nə çıxır? Mə kənə sifətən li-müzəkkər qeyli aqil. Kişi cinsində olan sifətdir, amma qeyri-aqil üçündür. Yəni bunlar çıxır, istisna olunur. Fələ yuqal fi səbiq sifəti faras, o atın sifəti olan səbiq, yəni ötən, öndə olan, yarışı udan. Bu yəni atın sifətidir. Deyilmir ki, səbiqunə. Amma bunu adam üçün istifadə eləsən ki, yəni Zeyd, Əhməd, Mahmud, səbiqunə problem yox. Misal üçün insan. Düzdür, qabaqçı deyilənə aiddir. İnsanın sözü birinə adam kimi qoysan, ta ki insan Məmmədov. Adam adı kimi qoymusan da, indi ərəblərdə ta ki insan İbni Əhməd. Və bir neçə adamın adı insandır. Onda sən insanunə deyə bilərsən. Amma insan sözünün özünü biz deyə bilmərik. Çünki nə aləmdir, nə də vasıfdır, sifətdir. Yaxşı, və xarəcə bi qavlinə xaliyyətə min tə'id-tənis sözündəki sözündən çıxır, nə çıxır? Mə kənə sifətən lil-müzəkkər aqil və lakin fihi tə'id-tənis. Deməli, aqil üçün, həm də aqil müzəkkər üçün olan sifətlər çıxır, amma hansıdır o? Tə'id-tənis var. Yəni müzəkkərdə, aqildə, amma tə'id-tənis var. Bunlar da nədir? Cəm müzəkkər səlim kimi olmayacaq. Nəhvə allamə fələ yuqal fihi allamunə. Niyə? Təmərbutasını. Və xarəcə bi qavlinə leysət min bəb əfəl fəalə. Yəni bu sözümüzlə nə çıxır? Mə kənə kəzəlik. Yəni bunun kimi nə varsa, misal üçün əhmər və innə müənnəsuhu həmra. Çünki onun qadıncısı həmradır. Fələ yuqal fihi əhmərunə. Və kəzəlikə mə kənə min bəb fəalənə fəalə. Yəni bu vəzində olanlar da misal üçün səkran, bir də səkra. Səkra, yəni sərxoş qadın. Fələ yuqal səkranunə. Və kəzəlikə izə istəva fil vasf əl-müzəkkər vəl-müənnəs. Və həmçinin elə bir vəsfdir ki, yəni müzəkkər və müənnəsdə nədir? İkisinə də aiddir. Yəni ikisi üçün də eynidir o sifət. Biri var ki, sən deyirsən ki, misal üçün
El-racül tavil. Bir de var deyirsən el-imraatu, el-mer'atu tavilatun. Orada təmərbut da var. Təmərbut ilə ayırt etmək olur. Amma burada heç bir təmərbut da yoxdur. Misal üçün sabur. Sabur həm deyilir ki, racülün saburun, imraatun saburun. Fikir versin, heç bir təmərbut ilə ayırmadılar. Həmçinin cərih. Racülün cərihun, yəni sabur, yəni səbr edən, çox səbr edənə deyirlər, fəul vəzindədir. Racül cərih, yəni yaralı, yaralıdır. Yoxsa bu hə, natmənutdur. Yaralı kişi. Səbirli, çox səbirli kişi. İmraatun cərihun. Deməli, cərihatun. Aydındır. Və la yuqal fi cəm müzəkkər səlim saburuna cərihuna. Belə deyilmir. Və əşarəl musannif rahmehullah iləl cəmid el-cəmi' li şurut əlləti səbəqə zikruha bi qavliha amir. Deməli, əvvəl qeyd edilən o 5 şərtlər ki var idi, o şərtləri özündə cəmləşdirən cəmid ismə işarə etmişdi. Nə ilə? Bi qavli amir sözü ilə. Fə innəhu aləmun. Bəli, aləmdir. Müzəkkərdir, aqildir. Sonra xali min tə'nisdir. Həmçinin nədən xalidir? Xali və min tərkib. Tərkibdən də, mürəkkəblikdən də xalidir. Fə yuqal fihi amirunə. Və bu da Şeyx İbn Hüseymin rahmetullah Əlfiyyə şərhindədir ki, burada amir yəni təbii ki, aləmdir. Çünki ismi fail, yəni təmir edən, tikən o mənada deyil. Baxmayaraq ki, ismi fail vəznindədir, amma adam adıdır. Və əşara ilə sifətil məzkura əvvələn bi qavlihi muznib, yəni o öncə keçən sifət-i məzkura ki vardı, ona muznib sözü ilə işarə elədi nəyə? Fə innəhu sifətun, sifətdir. Fil müzəkkər, müzəkkər üçün aqil, müzəkkərin aqilin, yəni ağıl olan müzəkkər üçün xaliyyətun, xalidir. Yəni xali, yəni tə'nis, yəni təmərbutasızdır. Sonra və leysət min bəb əfxələ fəalə kimi deyil, düzdür, muştaq olmağına muştaqdır. Çünki zənbə feilindən törənib, əfxələ vəzinədir, əznəbə, yuznibun, muznibun. Yəni muştaqlar ismi tafdillər də muştaqdır axı. Bayaq dedikdə əfdalu, əhsənu. Amma ona görə bunu gətirib ki, birdən ismi tafdil kimi gətirsən, zahirən əfdalu. Amma qadınçı fəalə olmasın da. Zahirən elə ki, amma əfdalu niyə oldu? Fudalə, fudalədir, fudalə. Əhsəni, husnə. Amma bu əhmərudur, zahirən ismi tafdilə oxşuyur. Amma qadın cinsi nədir? Fəalədir. Yəni fuulə deyil. Və lə min bəb fəalən fəalə. Və bu cürdə olmasın. Sonra və lə mimmə yəstəvi fihi əl-müzəkkər vəl-müənnəs. Və həm müzəkkərə, həm müənnəsə istifadə olunmasın. Yəni onun üçün o sifət eyni olmasın. Həm müzəkkər, müənnəs üçün. Və yuqal fihi muznibunə. Və artıq nədir? Olmasın yox, bu əslində yəni filan şeydən deyil, filan şeydən deyil. Əcnəbiyə qayıdır və sonda nə deyə bilirik? Muznibunə deyə bilirik. Və buradakı məndəki mətbəədə yəni bu sxem var. Videonu saxlayıb köçürdə bilərsiniz. Burada cəmid, amir, yəni aləmin şərtləri var. Aləmin müzəkkər aqil, xaliyə min tə'nis, xaliyə min tərkib. Əslində bu aləmin özündə bu gətirib bunu 5 kimi də qeyd edən var. Məsəl üçün aləm olsun, müzəkkər, bir də aqil olsun. Aydındır, bu 2 dənəni biz əlavə, yəni 4, 5 kimi də nədə saya bilərik. Sonra sifətdə muzlimdə və yüştəri fiyyə ən təkun nə olsun? Sifətli müzəkkər aqil, xaliyə min tə'nis, yəni bunlar verilib.
Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ent, estağfiruka və etûbü ileyk.